BP şirkəti ilə Azərenerji Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq sazişinə uyğun olaraq Şəfəq Günəş Elektrik Stansiyasının enerji sistemə qoşulması üçün Cəbrayılda 330-33 kilovoltluq yeni yarım stansiya və 7,5 kilometr məsafədə 330 kilovoltluq 2 dövrəli yüksək gərginlikli ötürmə xətti çəkilib. Azərbaycanın azad edilmiş ərazilərinin günəş və külək enerjisi potensialı təxminən 10.000 meqavata yaxındır. Bu istiqamətdə icra olunan layihələrin əsas məqsədi dövlət özəl tərəfdaşlığına dəstək, karbon emissiyalarının azaldılması, təbii qaza qənaət olunması və bərpa olunan enerji mənbələrinin payının artırılmasıdır. Bu layihələr Azərbaycanın yaşıl enerji keçidinə və enerji təhlükəsizliyinə mühüm töhfə verəcək. Stansiyada istehsal olunan elektrik enerjisinin virtual enerji ötürülməsi mexanizmi çərçivəsində 330 kilovatlıq Cəbrayıl enerji qovşağına, oradansa enerji sistemi ötürülməsi və eyni miqdarda enerjinin Səngəçal terminalına verilməsi nəzərdə tutulur. Yeni tikilən Cəbrayıl yarımstansiyasında işlər yekunlaşıb və Şəfəq Günəş Elektrik Stansiyası tikilərək istismara verildikdən sonra istehsal olunan yaşıl enerjinin ötürülməsinə başlanılacaq. Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə ilk sənaye miqyaslı günəş enerjisi stansiyası və ən böyük birbaşa xarici investisiya layihəsi olan BP şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilən 240 meqavatlıq Şəfəq Günəş Elektrik Stansiyasının enerji sistemə inteqrasiyası üçün Azərbaycan dövləti tərəfindən iri həcmli işlər həyata keçirilir.